Salam dəyərli izləyicilər. Cyberin podkastın növbəti buraxılışına xoş gəlmisiniz. Bugün həyatımızın demək olar ki, hər sahəsinə daxil olan və sürətlə inkişaf edən bir mövzudan danışacağıq. Süni intellektdən. Süni intellekt artıq yalnız texnologiya şirkətlərinin deyil, bizneslərin, dövlət qurumlarının, adi istifadəçilərin gündəlik həyatının bir hissəsinə çevrilib. Bəs bu inkişaf kiber təhlükəsizlik sahəsinə necə təsir edir? Süni intellekt kiber təhlükəsizlik mütəxəssislərin işini asanlaşdırır, yoxsa kiber cinayətkarların əlində daha təhlükəli bir silaha çevrilir? Bu və digər sualları cavablandırmaq üçün bugün studiyamızın qonağı İqtisadiyyat Universitetinin müəllimi, kiber təhlükəsizlik üzrə ekspert Nail bəydir. Nail bəy, xoş gəlmisiniz. Xoş gördük Ayda xanım. Çox sağ olun dəvətiniz üçün. Təşəkkür edirəm. Təşəkkür edirəm Nail bəy. Sualım ilkin etapda olacaq. Əsasən biz zaten süni intellekt və kiber təhlükəsizlik nöqteyi nəzərdən danışacağıq. Bura dayalı suallarımız olacaq. Son illərdə süni intellekt texnologiyaları inanılmaz sürətlə inkişaf edir və artıq həyatımızda öncə də qeyd etdiyim kimi, yəni dəyişilməyən bir hissəsidir, ayrılmayan bir hissəsinə çevrilibdir və artıq kiber təhlükəsizlik sahəsində də bu geniş şəkildə istifadə olunur. İlkin olaraq ümumi mənzərəni anlayaq ki, süni intellekt kiber təhlükəsizlik sahəsində son 2-3 ildə necə dəyişibdir? Bunu izah edə bilərsinizmi bizə? Əslində, süni intellekt istənilən bir sahə tətbiq olunması geniş bir vüsət alıbdır. Hal-hazırda kiber təhlükəsizlik sahəsində də bu özünü göstərir. Amma dediyim kimi, kiber təhlükəsizlik sahəsində yenilik çıxartmayıb. Sadəcə kiber təhlükəsizlik prosesini sürətləndirib, qiymətini ucuzlaşdırıb. Necə ucuzlaşdırıb? Deyək ki, alətlər daha ucuzdur, texniki bilik öyrənmək müddəti daha azalıbdır. İstənilən bir adam sahəyə orta səviyyədə bilirsə, yüksək səviyyəli də kiber təhlükəsizlik üçün alət hazırlaya bilər və ya hücum üçün bir alət hazırlaya bilər. Bunlar hamısı çox asanlaşdığı üçün hal-hazırda süni intellektin təsiri yalnız bununla kifayətlənir, sərhədlənir. Biz bildiyimiz kimi hal-hazırda son Azərbaycanda baş vermiş kiber hücumların çoxsunu süni intellektlə reallaşdırıblar. Məsəl üçün, deyək ki, saxta mesajların yazılması, saxta videoların hazırlanması, deyək ki, tanınmış şəxsiyyətlərin videolarının deepfake-lə kopyalanması əməliyyatdan yeni yetiriblər. Yəni, bu əməliyyatlarının hamısının arxasında süni intellekt dayanıb. Təbii ki, bunun qarşısını almaq üçün də süni intellektdən istifadə edərək müdafiə mexanizmləri qurulmuşdur və artıq iki sahə üzrədir. Həm hücum edən tərəf, həm də müdafiə olunan tərəf ikisi də süni intellektin tətbiqini edir. Bunun da arxasında AI-ın durması göstərir ki, biz AI-yı artıq dedekt edə bilmirik. Biz AI-yı artıq ayıra bilmirik reallıqla. Son illərin dəyişiklikləri bunlardır. Bir çox şirkətlər artıq təhlükələrin aşkarlanması və monitoringi üçün AI alətlərindən istifadə edirlər. Və sizcə bu kiber təhlükəsizlik mütəxəssislərinə hansı üstünlükləri qazandırır və hansı prosesləri daha effektiv edir, daha əlçatan edir? Yəni bununla bağlı sizin fikirləriniz mənim üçün çox maraqlıdır. Hal-hazırda AI tətbiq edən şirkətlər Azərbaycanda da geniş formada özünü göstərir. Məsələn, bank sektorlarında daha çox maliyyə riskləri olan, daha belə kritik infrastruktur olan dövlət əhəmiyyətli qurumların AI ilə müdafiə mexanizmləri hazırlanır. Son dövrdə biz bildiyimiz kimi kiber təhlükəsizlik strategiyası qəbul olunmuşdur. Bununla bağlı ki, hansı tədbirlər plan görülməlidir. Bununla bağlı süni intellekt üzrə müşavir təyin olunmuşdur prezidentin yanında. Və bunların hamısı göstərir ki, ölkə səviyyəsində buna bir təkan da verilir ki, bunlar reallaşdırılsın. Məsələn, bank sektorunda deyək ki, bir kiber hücumun deyək ki, AI tərəfindən necə qarşısını alırlar? Deyək ki, xarici bir ölkədən transaksiya bir sorğusu göndərilibdir. Ola bilər ki, mən Türkiyədəyəm, mən öz şəxsi hesabımdan pul keçirmək istəyirəm. Bank bunu birdən-birə bloklamır. Burada bir AI analiz aparır. Bunu saat neçədə etmişsiniz? Bunu hansı ölkədən etmişsiniz? Bu hansı məhsul almaq üçün istifadə olunubdur? Burada çox faktorlu bir analiz aparılır və baxılır ki, bu transaksiya realdırmı? Əgər real deyilsə bunu bloklayır. Bank hesablarımız bloklanır. Amma deyək ki, əvvəllər
AI olmadığı halda bəs necə olurdu? SOC analiz dayanmadan bu deyək ki, transaksiyaları izləyirdi. Burada deyək ki, hər hansısa bir kiber hücum insidenti üzrə bildiriş atırdı sistemə. O sistemdə dayanmadan o analizləri bir analiz edir ki, hansı doğrudan hücum ola bilər. Bəzən olur false positive olur. Yəni deyək ki, saxta siqnallar ötürürdü sistem. Bunu ayırd etmək üçün də insan diqqəti çox ayrılmalıdır ki, onu ayırt edə bilsin. Saxtadan real ayırt edə bilsin. Amma süni intellektin bir problemi yoxdur. 24 saat işləyə bilir və dayanmadan sistemi monitorinq edə bilir. Və bununla da heç bir yəni yorulma həm də maliyyə cəhətdən daha aşağı olur bu prosesdə. Amma bir şey var ki, biz bütün prosesi AI-yə tapşıra bilmərik. AI bütün prosesi başdan sona qədər özü idarə etməyə çalışsa, xəta etsə biz onu görə bilməyəcəyik. Mütləq prosesin içərisində insan əli olmalıdır. Son qərarı insan verməlidir ki, oradakı böyük mali itkiləri olmasın. Son insidentlərdən biri budur ki, bir AI agentik var idi. Bu AI agentik bu birjadan məhsullar alıb satırdı və birdən-birə elə məhsul aldı ki, o məhsul dəyərindən çox aşağı olub və o qiyməti aşağı düşən bir məhsul olub da və həmən investorun pulunun boşuna getməsinə gətirib çıxarmışdı. Bu xətanın kimin üzərinə yükləyəcəklər bilinmir. Niyə görə? Çünki bunu developer normalda biz bilirik ki, AI məhsulun altına yazır ki, AI səhv edə bilər, mütləq bunu yoxlayın. Yəni bunu yoxlamaq insana qalıb, yəni istifadəçiyə qalıbdır. Bütün istifadəçilər bunu da məhsul sahibləri bunu da bildiyinə görə bu qaydanı əlavə edirlər ki, öz məsuliyyətlərini açsınlar istifadəçiyə. İstifadəçi bunu özü qərar versin ki, insan qərar versin, yoxsa birbaşa hamısını AI-yə tapşıraq. Bu da bir sual yaradır. Necə edək bunu? Və hal-hazırda bununla bağlı strategiyamızda qeyd olunub ki, daha kritik bir məqamlarda mütləq insan qərarı olmalıdır. Demək, biz texnologiyanın həmişə yaxşı tərəflərindən danışırıq da. Texnologiyanı həmişə tərifləyirik, həmişə işimizi asanlaşdırdığını deyirik. Amma bunun riskli tərəfləri də təbii ki, mövcuddur da. Yəni bu tərəfdən az danışırıq. Yaxşı, kiber cinayətkarlar bugün süni intellektdən ən çox hansı məqsədlər üçün istifadə edirlər? Ən çox riskli prompt injection'dır. Məsəl üçün, mən bir chatbot açmışam, deyək ki, sistemimdə. O, onu manipulyasiya edə bilər. Manipulyasiya edib məndən başqa məlumatlarımı, o sistemdən o məlumatları çıxarda bilər. Yalandan sorğular yaza bilər. Biz ən sadə deyək, məsələn, ChatGPT-yə biz yazsaq ki, biz sizin sahibinizi, ownerik biz, orada bir instruction yazsa, ChatGPT bizə illegal məlumatlar verə bilər. Məsəl üçün, mən özüm mütəxəssis olaraq AI-dən istifadə etdiyim zaman tələbələrimə bunun qırılmasını öyrədirəm. ChatGPT-dən illegal məlumat almaq mümkündür. Sadəcə bunun real sistemə, bizim özümüz tətbiq etdiyimiz deyək ki, bir müəssisədə, ChatGPT kimi sistemlərdə nə etmək lazımdır? Qaydalar qoymaq lazımdır ki, bu qaydalar keçə bilməsin hücumçu tərəfi. Deyək, məsəl üçün, mən deyək ki, mənə bomba hazırlamağı göstər. Bu bomba hazırlamağı AI normalda deyir ki, illegaldır, olmaz, mümkün deyil. Amma siz ona desək ki, mən bunu dərs məqsədindən istifadə edəcəm, bunu tələbələrə göstərəcəm. Deyir, olar onda bu bomba necə hazırlama qaydasını bir-bir izah edir. Eyni də bu. Prompt engineering nə edir? Girir bazaya, yazır ki, mənə istifadəçilərin məlumatları lazımdır, amma başqa məqsədlə. Demirəm, mən bunu oğurlamaq istəyirəm. Sadəcə deyir ki, bunu başqa məqsədlə istifadə edəcəm. Və bu forma məlumatları sızdıra bilir. Digər bir problem nədir? Bizim supply chain-də, yəni biz data supply chain var. Biz məlumatımızı üçüncü tərəfdən alırıq da. Bu üçüncü tərəf hər hansı Cloud, ChatGPT və ya OpenAI məhsullarıdır. Bu məlumatların ötürüldüyü zaman bu məlumat datası yolda hər hansı hücuma məruz qala bilər də. Bu hücumların qarşısını almaq bizim əlimizdə deyil. Çünki o üçüncü tərəfin serverini biz qorumuruq, üçüncü tərəfin deyək ki, biz arxitekturasını biz bilmirik. Ora hücum olar, demək bizim məlumatlarımız oğurlana bilər. Belə bir sual verim ki, bəzən istifadəçilər düşünürlər ki, texnologiya inkişaf etdikcə təhlükəsizlik problemləri avtomatik olaraq həll olunacaq. Süni intellekt yaxın gələcəkdə insan kiber təhlükəsizlik mütəxəssisini əvəz edə biləcəkmi, yoxsa insan faktoru yenə də vacib rolunda qalacaq? Bu maraqlı sualdır. Bunu mənə başqa bir podkastda da vermişdilər. Bunu mən hüquq sahəsində nümunə çəkmişdim. Necə nümunə çəkmişdim? Burada məsəl üçün biz AI-ya datamızı ötürürük. AI o datadan öyrənir. Bilir ki, artıq məlumatları o data ətrafında verməlidir. Mən nə qədər data ötürsəm, deyək ki, mən deyirəm ki,
Amerikada belə bir sistem çıxmışdı. Hakimlərin yerinə AI qoymuşdular. O köhnə datalara baxırdı, tutulan adamların məlumatlarına baxırdı. Orada üstünlük qaradərili insanların daha çox tutulduğuna çıxmışdı da və hakim qabağına bir məhkum çıxdığı zaman baxmırdı digər parametrlərə. Qaradərili olan kimi birbaşa dedi ki, iki şübhəli varsa, biri ağdərili, biri qaradərlisə, birbaşa qaradərilinin günahkar olduğunu seçirdi. Çünki öyrəndiyi data nədir? Qaradərilinin günahkar olduğunu üstünlük göstərir. Ona görə bizim verdiyimiz datadan asılıdır. Bizim eyni zamanda kibertəhlükəsizlik sahəsində bunun tətbiqi isə çox yəni mümkündür. Sadəcə tamamilə bunu əvəz edə bilməz. Biraz əvvəl dediyim kimi, insan mütləq son qərarı insan verməlidir. Çünki bəzi qərarlar var ki, onu biz robota və yaxud da hər hansısa bir süni intellektin üzərinə məsuliyyət yükləyə bilmərik. O birbaşa verilən inputa uyğun olaraq qərarlar verməyə çalışır. Amma insan nə edir? İnsan öz intuisiyasına, öz məntiqinə, öz deyək ki, fərqindəlik yaratmaq imkanı var və ona uyğun qərarlar verir. Amma robotlar, süni intellekt standart prompt qəbul edir. Ona uyğun qərarlar verdiyinə görə tam əvəz etmək yəni mümkünsüzdür. Bəli. Və bizim əslində mövzumuz təkcə şirkətlər üçün deyil, eyni zamanda adi internet istifadəçilərini də yəni maraqlandırır, şəxsləri də maraqlandırır. AI istifadəçiləri AI əsaslı fırıldaqçılıq və kiber hücumlardan qorunmaq üçün nələrə diqqət etməlidir? Çünki bu gün hamımız AI-dən istifadə edirik, GPT-dən istifadə edirik. Hətta bu artıq gənc, orta yaşlı deyil. Evdə yaşlı nənə, baba, hətta ana və atalarımız da GPT-dən istifadə etməyə başlayıblar və davamlı ondan danışırlar. Əslində bu sevindirici haldır ki, onlar müasir yanaşmalarından ayaqlaşırlar. Amma ki, bəs bizi hansı təhlükələr gözləyir və yaxud da ki, təhlükələr deməsin biz nələrdən qorunmalıyıq? Əslində bu elə bir dövrdür ki, son illər insanlar çox spektrik düşünməlidir. Hər şeyə şübhəli yanaşmalıyıq biz. Nə mesaj gəlirsə, nə zəng gəlirsə, nə deyək bizə məlumat verilirsə, biz bunun dəqiqliyini, mənbəsini araşdırmalıyıq ki, bu mənbə kim tərəfindən göndərildi? Bu məlumat realdırmı? Birbaşa insan emosiyalarını oynayırlar. Mən məsəl üçün birbaşa sizə mesaj yazsam ki, Ayda xanım, mən pis vəziyyətdəyəm, mənə falan qədər pul lazımdır. Siz o an, mən əgər yaxınınızamsa, düşünmədən o pulu göndərdiniz, mən o pis vəziyyətdən çıxım, sonradan o vəziyyəti mən sizə izah edeyim ki, hansı vəziyyətdəydim mən. O emosiyaları, məsəl üçün, təcili pul lazımdır, təcili hadisə baş veribdir. Ya bunlar emosiyalardan yəni qaçmaq üçün necə olur? Yəni insan normalda bu mühitdən çıxmalıdır. Ya telefonu söndürməlisiniz, ya o mesajı birbaşa baxmamalısınız, əgər tanımadığınız nömrədən gəlibsə. Bu mühitdən çıxmağın yəni emosiyalar elə bir qabarıqlı bir şeydir ki, siz onu nizamlamaq mümkün olmur. Məsələn, mən özümdə də deyim, mənim yaxınım yazsa, mən o emosiyalara qapılıb birbaşa pulu göndərə bilərəm. Bunun mənbəsini soruşmaq, yəni öyrənmək İlk başda ağlıma gəlməsi üçün mənbəsini araşdırırım. Tez bir zamanda nəticə yönümlü olmağa çalışaram. Və biz bildiyimiz kimi hal-hazırda AI-in imkanları ilə süni intellekt elə məhsullar hazırlayır ki, oxşar veb səhifələr, yəni də bank məhsul veb səhifələrini klonlama bilirlər, digər tətbiqləri klonlaya bilirlər. Yəni mən onları ayırd etmək mümkünsüz olur artıq. Deyək domain nameləri alırlar ki, domain adları reala çox yaxın bir domain adları olur ki, artıq onları ayırmaq mümkün olmur və bu zamanda dediyim kimi insanlar emosiyaya qapılır və inanır ki, bu həqiqətən loqolardan istifadə edirlər, realistik loqolardan istifadə edirlər, digər bankların loqolarından, dövlət qurumlarının loqolarından istifadə edirlər, onların üzlərindən istifadə edirlər ki, məsəl üçün, bunların məlumatlarından istifadə edib insanlar emosional qərar verməyinə məcbur edirlər. Bəli, bəli. Sizlə tamamilə razıyam və biz söhbətimizin artıq sonuna doğru yaxınlaşırıq və mən biraz gələcəyə baxmaq istəyirəm bu nöqteyi nəzərdən. Sizin fikrinizcə yaxın 5 ildə süni intellekt və kiber təhlükəsizlik sahəsində bizi hansı dəyişikliklər gözləyir və biz nələrə hazır olmalıyıq? Son 5 ildə artıq AI artıq yalnız hər hansısa bir nəticə verən sistem olmayacaq. Artıq qərar verən sistemlərə keçirlər. AI agentliklər ortaya çıxıbdır. 2030-a qədər deyək ki, artıq kibertəhlükəsizlik sahəsində bəzi deyək ki,
artıq mən deyək kiber insidenti gördüm, onun qarşısını almaq üçün nə etməlidir? Kiber təhlükəsizlik mütəxəssisi bunun üçün hər hansı tədbirlər planını işə salmalıdır. Bu tədbirlər planını artıq AI özü işə sala biləcək. Deyək fayl sisteminə girişlər, deyək ki, əməliyyat sistemini idarə etmə məsələləri, qərar vermə məsələləri, bloklama məsələləri, IP-ləri bloklama və s. hər hansısa kiber insidentin qarşısını almaq üçün bir təhlükəsizlik tədbiri görmək mümkün olacaq. Və bizim hal-hazırda AI üzrə privilege sistemlər deyək ki, mən AI bot hazırlamışam. Demişəm ki, bu AI bot müəyyən bir səviyyədə sistemi qorunmalıdır. Bu qorunmanı mən artıq insanlar üçün limitləmişik. Deyək ki, menecer, daha üstün səviyyə, idarə edici səviyyəsi, hər birinin özünün deyək ki, müəyyən funksional girişləri var da. Biz AI-ya da elə bir səlahiyyətlər verməliyik ki, müəyyən bir limiti olsun. Tamamilə bütün sistemi idarə etmək mümkün olmasın. AI agentliklər bizim gələcəyimizdir hal-hazırda və hal-hazırda demək olar ki, dövlət qurumlarının böyük şirkətlərin hamısında AI agentliklə istifadə olunur və bir şey də deyə bilərəm ki, bizim bu Azərbaycan dilində alan konteksti qabaq AI bunu hazırlaya bilmirdi, səs məsələn klonlamaq edə bilmirdi, deyək ki, Azərbaycan mətn daha qarışıq yazırdı və inkişaf göstərir ki, artıq biz son 5 ilin, yəni gələcək 5 ildə Azərbaycan kontekstləri ayıra bilməyəcəyik. Bunun üçün mütləq artıq sorğulamağa başlayacaq. Reallığı AI ilə ayırmaq mümkünsüz olacaq son 5 ildə. Maraqlıdır. Və mən sizə bir sonda belə bir tövsiyə xarakterli bir şeyin deyilməsini istəyəcəm ki, məsələ bizdə hədəf kütlədə valideynlərimiz də var və həmin o valideynlərdən izləyirlər ki, öz övladlarına da maariflənməsinə kömək olsunlar. Və bir izləyicimizin sualı var idi ki, süni intellektdə övladı istifadə edir və o hansı məlumatları ötürsün ki, hansı şəkildə onu məlumatlandırsın ki, kiber təhlükəsizlik risklərindən qorunsun. Bununla bağlı 3 əsas tövsiyənizi versəniz və xanımın sualını cavablamış olacağıq. Əsas olaraq şəxsi məlumatları ötürmək mümkün, yəni olmaz. Şəxsi məlumatı ötürdüyü zaman o məlumatlar biz bilmirik. Bu üçüncü tərəfin bir məhsuludur. O datanı necə istifadə edəcək? Bəzən biz özümüz elə bilirik ki, istifadəçi bizi, əslində bizim orada məhsul olaraq biz oluruq. Bizim datalarımızı istifadə edib üçüncü tərəfə sata bilərlər, üçüncü tərəf üçün istifadə edə bilərlər və deyək ki, bəzən olur ki, AI-ın verdiyi nəticələr yanlış ola bilər. Bunlar məsəl üçün şagirdin və yaxud da həmən şəxsin öyrəndiyi məlumatlar reallığı əks etdirməyə bilər. Bunu mütləq özü yoxlamalıdır məlumatları. Bunları deyə bilərik əsas olaraq. Nail bəy, dəyərli fikirləriniz üçün təşəkkür edirik sizə. Və bu günləri biz artıq yeni bir mövzu üzərindən danışdıq. Gördüyümüz kimi süni intellekt həm böyük imkanlar yaradır, həm də yeni risklər formalaşdırır. Əsas məsələ texnologiyadan düzgün istifadə etmək, təhlükələri vaxtında tanımaq və kiber təhlükəsizlik sahəsində maariflənməyə davam etməkdir. Əziz izləyicilər, əgər bu buraxılışı faydalı hesab etdinizsə, paylaşmağı və Cyber podkastı izləməyi unutmayın. Növbəti buraxılışlarda kiber təhlükəsizlik dünyasının ən aktual mövzularını birlikdə müzakirə etməyə davam edəcəyik. Mən Aydar Əniz idim. Sağ olun, növbəti görüşlərədək.